Məşhur hədis eşidibsiz. Bir nəfər uzaqdan gəlir Məscid-ün Nəbidə Peyğəmbər sallallahu xütbə eləyərkən yaxınlaşır, deyir: "Ya Rasulallah, məni dua elə." Peyğəmbər sallallahu bir kəlmə deyir ki: "Allah səndən razı olsun." Biraz keçir, biz bəşər olaraq adətən vərdiş eləmişik, uzun uzadı dualar olsun da, biraz elə bir kəlmə ilə kifayətlənmirik. Biraz keçir, bu yenə deyir: "Ya Rasulallah, mən uzaqdan gəlmişəm, məni dua elə." Peyğəmbər sallallahu buyurur ki: "Allah səndən razı olsun, Allah səndən razı qalsın." Biraz keçəndən sonra, bu biraz da kəm hövsələ olub, həm indi fikrində daha çox dua istəyirmiş. Deyir: "Ya Rasulallah, mən deyirəm uzaqdan gəlmişəm. Deyirəm məni dua elə bir kəlmə deyirsən, Allah səndən razı olsun." Peyğəmbər sallallahu təbəssüm eləyir. Üçüncü dəfə yenə buyurur ki: "Allah səndən razı olsun." Deyir ki: "İstəmirsən cənnətə gedəsən?" Deyir: "İstəyirəm." Deyir: "İstəmirsən behişt əhli olasan?" Deyir: "İstəyirəm." Deyir: "Mən də bir dua eləyirəm ki, sən cənnətə gedəsən də." Əgər Allah birindən razı qalsa, razı qaldığı bəndə cənnət əhli olar. Mən bir dua elədim ki, sən cənnətə gedəsən, behiştə gedəsən.